Salam əziz və dəyərli izləyicilərim. Bugün özümə borc bildim ki, bu dəhşətli şey haqqında sizə də məlumat verim və biləsiniz ki, süni kimyəvi maddə olan, baxın, bax bu mağazin çeklərinin nə qədər dəhşətli olması haqqında sizə video çəkirəm, təkrar edirəm, özümə borc bildim. Çünki bunların tərkibində bisfenol var. Bisfenol da ən dəhşətli süni kimyəvi maddədir. Hamilələr, körpələr vəbşə əl vurmamalıdır. İndi mən əl vurdum, mən adətən Azərbaycanda bilmirəm necədir, Rusiyada soruşurlar, çek lazımdır. Mən deyirəm yox. Bugün sizə görə götürdüm ki, sizə göstərmək üçün ki, yəni çekə çalışdıqca əlinizi vurmayın. Heç götürməyin. Rusiyada kassirlərə baxsanız, hamısının əlində əlcək var. Əllərini vurmurlar o çekə. Çünki bilirlər ki, bu çeklər dəhşət saçır əzizlərim. Əgər əlinizi vurdunuzsa da, həmin o bisfenolu əliniz dəydiyinə görə süni kimyəvi dəhşətli bir maddə. Əlinizi üzünüzə, burnunuza, gözünüzə vurmayın. Gedib evdə təmiz sabunla 2-3 dəfə əlinizi yuyun. Dediyim kimi, hamilələrə, körpələrə vəbşə olmaz əllərini vurmaq. Mənim əziz izləyicilərim, bu qatqıları bəzi plastik qablara da, bu bisfenol süni kimyəvi maddəni bəzi kapron qablara, nə bilim, bəzi elə şeylər var ki, onların tərkibində var. Zibil paketlərinə vururlar və s. Ona görə də elə şeylərlə ehtiyatlı olun. Xüsusda bax bunu özüm neçə vaxt idi ki, fikirləşirdim ki, ay sizə çəkim yadımdan çıxırdı. Çünki çeki götürmürdüm. Bugün özüm qəsdən çeki götürdüm ki, sizə çəkəm və göstərəm ki, əlinizi vurmayın. Çox xahiş edirəm. Çalışdıqca evə çatan kimi də, əgər vurdunuzsa, oradan kassadan aralanan kimi zibil yeşiyini atıb, evə də çatan kimi əllərinizi yumağınızı xahiş edirəm mənim əziz izləyicilərim. Bir də onu deyim ki, əgər Məryəm xanımın qızıl qaydalarını öyrənmək istəyirsinizsə, bütün sirlər, belə deyirlər, sirlər dəryasıdır Məryəm xanım. Bütün sirləri, gözəllik sirlərimi öyrənmək istəyirsinizsə, xanımlar, qəbizlikdən azad olmaq istəyirsinizsə, dərmansız, çaysız arıqlamaq istəyirsinizsə, amma necə? Sizə siyana çayı deyəcək, aclıq otu və s. Amma Məryəm xanımın qrupunda bunlar qadağandır. Elə ona görə də bəzi dietoloqlara baxmış bir mütəxəssis kimi mən çox sevilirəm. Çünki arıqlama çayı, arıqlama kofesi satıb öz mənafeyimi güdərək özüm varlanıb sizləri şikəst eləmirəm. Çünki heç nəyə şükür olsun ehtiyacım yoxdur mənim əzizlərim. Ancaq xalqımı fikirləşirəm ki, dərmansız sağlam həyat tərzi sürsünlər. İstəyirsinizsə buyura bilərsiniz. Bircə dəfə 20 manat ödəyirsiniz. Bəli, yeganə dietoloq, nutrisioloqam ki, ili 20 manatdır qrupumun və heç nə də satılmır, heç bir kimyəvi qatqılı dərmanlardan, ümumiyyətcə dərman, şam, çay, belə şeylərdən istifadə, aptekdə satılan şeylərdən istifadə olunmur. Buyura bilərsiniz, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır əzizlərim və deməli, nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Və onu necə deyirəmsə, necə tələffüz edirəmsə, o cürə yazmasanız tapa bilməyəcəksiniz mənim əzizlərim. Üstə gələk 7 901 288 26 94. Bircə dəfə 20 manat verməklə bir il həyatınızı gözəlləşdirmək istəyirsinizsə, buyura bilərsiniz. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.